Assalamu alaikum əziz izləyicilər. Bir paylaşım diqqətimi cəlb elədi. Bir nəfər bel ağrılarından şikayət edəndə mütəmadi bel ağrıları olmuş. Ağsaqqal ona tövsiyə edir ki, sən gəl bu şikayəti burax. Öz xəstəliyini o sözlərinlə qidalandırma. Yalnız elə öz varlığına, elə bu halına şükür elə. Şükür elə. Elə mən varam. Onun nəticəsini görəcəksən. Bu adam özü əhvalatı söylüyor ki, doğrudan da deyir, o şikayəti buraxdım, daima özümü yaxşıya köklədim, şükürümü artırdım, dilimdən şükür, qəlbən şükür elədim. Yavaş-yavaş o bel ağrıları məndən keçdi. Bu, sadəcə özün təlqin deyil bu. Yadıma Ulu Nizaminin, şeyximizin iki misası düşdü. İnləmə xəstəyəm, deyə ey filan. Deginən sağlamam, sağlam olarsan. Bu sadə bir beytin altında əsrləri aşan bir hikmət yatır. Biz bugün bu fikrə həm elm, həm din, həm də parapsixologiya pəncərəsindən baxacağıq ki, burada bu həqiqət nədən ibarətdir? Əlbəttə, Nizami burada insan həyatının mexanizmini açır. İnsanın sözü nədir? İnsanın sözü, insanın niyyətinin zahirə çıxması deyilmi? İnsan danışır, söz deyir, bu söz qəlbindən gəlir. Qəlbin halıdır ki, o dilinə gətirir. Elə dediyi sözlə də insan ya ümidini artırar, ya özünü zəiflədə bilər. Xəstəyəm demək, yalnız məlumat vermək deyil. Şikayət halına girməkdir. Sızlamaq deməkdir bu artıq. Sağlamam deməksə, yalan danışmaq deyil. Duaya, ümidə köklənmək deməkdir. Yəni, var olan şəfa qapısını açmaq deməkdir. Bu baxımdan İslamda ümidin özü, əlbəttə, ümid yaradana ümidləmdə ibadətdir. Ümidsizlik isə qadağandır. Çünki ümidsiz şeytandır da. Deməli, Nizam bizə öyrədir ki, dilini şikayətə yox, ümidi öyrət. Ümidi öyrət. Bu, dini baxımdan baxışdır. Elm isə, görək nə deyir bu haqda. Ümumiyyətlə, beyin, insan beyni söz necə qəbul edir? Müasir tibbə görə, psixosomatika bölməsinə görə uzun müddətli düşüncə, mənfi düşüncə stres hormonlarını artırır. Stres hormonları bilirsiniz də kortizol. İmmunitet insanda zəifləyir. Təbii ki, insan daima xəstəyəm deyəndə, düşüncə də ona köklənəndə elə bədəni o rejimdə işləməyə başlayır. Bədən də burada bir beyin dəyişkəndir. Təkrar edilən sözlər də beyində yeni sinir yolları yaradır. Yəni, söz beyində əmr kimi səslənir. Sağlamam deyənin beyni bərpa mexanizməni daha aktiv işə salır. Yəni, insan inamlı olur. İnam insanda real, fizioloji dəyişikliklər yaradır. Buna da neurobiyologiya bölməsi deyirlər, neurobiyologiya. Nizami elə bu iki hissədə neurobiyologiyanın poetik necələrlər şeirlə xülasəsini verir. Əgər bu Nizami misallarına parapsixologiya baxımından baxsaq, bilirik ki, söz enerji və vibrasiya kimi qəbul edilir. Enerjidir və enerji şüalanması, vibrasiya. Hər bir fikir, hər bir söz də insanın psixoenerji sahəsində təsir edir. Xəstəyəm, bu sözü də, düşüncəsi də insanı aşağı vibrasiya
aşağı vibrasiya köklüyür, aşağı enerji şualanması, bir özün təlqin baş verir burada. Amma sağlamam deməksə, şüur altına verilən bir müsbət proqramdır. Sağlamam. Şüur altı bu sözü, bu düşüncəni artıq saxlayır özündə. Müsbət proqram işə düşür sonra. Beləliklə, öyrəndi ki, din deyir, ümid et. Yəni, ümid Allahdan, Allahadır da, ümid et. Elm deyir, beyin sözə reaksiya verir. Bax, gör hansı söz deyirsən. Parapsikologiyada deyir ki, özün təlqin, yəni müsbətə yaxud mənfiyə özünü kökləmək, təlqin eləmək işləyir. Bax, gör nəyə təlqin edirsən özünü. Beləliklə, Nizami bu ikinci misrada elmin, dinin, parapsixologiyanın dediklərini çatdırıbdır bizə. Bunu Nizami bizə çatdırır ki, dilini dəyiş, deməli, düşüncəni də dəyiş, şikayəti azaldır, ümidini artır, yaxşılığa, yaxşıya, işığa, sağlamlığa köklən. Bir sözlə özünə şəfa qapısı aç. İnşallah Allah bizi qəlbimizə şəfa versin. Allah amanda.